ASMR vokallar, pıçıltılı ifa tərzi, səmimi sözlər, yeniyetmə geyim tərzi, o qədər də emosional olmayan ifa tərzi. Yəqin ki, tanış gəlir. Qardaşı Phineas ilə birlikdə 13 yaşından musiqi ilə məşğul olmağa başlayır. Əvvəlcə özlərinin də dediyi kimi sadəcə əyləncə üçün 2013-də SoundCloud-da mahnı yayımlamağa başlayırlar. Onun vokal səs yazmaları zamanı mikrofona çox yaxın dayanması, proximity effect ilə dinlədiyimiz mahnılar bizə çox səmimi hiss etdirir. Bu isə təsadüfdən deyil. Onun bir çox mahnılarında hətta piyanonun səsinin, klaviaturanın dillərinin, toxunuş səslərini belə eşitmək mümkündür. Yüksək mikrofon həssaslığı ilə yazılan bu mahnıların çoxunda o öz yuxu kabuslarından, depressiyasından, uğursuz münasibətlərindən, həmçinin məşhur olmağın çətinliklərindən bəhs edir. Billie Eilish uşaqlığında daha çox rəqqasə olmaq arzusu ilə yaşayırdı. Həmçinin Ocean Eyes mahnısı əslində bir rəqs müəllimi üçün yazılmışdı ki, bu mahnı üçün xoreografik səhnələr qurulsun. Əslində onun sümüyü zədələnməsəydi, bəlkə biz onu gələcəkdə rəqqasə olaraq da görə bilərdik. Sümüyündən zədə alır və o demək olar ki, bütün fikrini yalnız musiqiyə yönəldir. Mahnı yaradıcılığından əvvəl onun vizualları da əslində bir nevroloji halı ilə bağlıdır. Belə ki, sinesteziya, musiqi, rəng, qoxu və s. kimi duyğuların birləşdiyi bir vəziyyətdir və demək olar ki, Billie Eilish bunu bütün treklərin, kliplərinin çəkilişi zamanı yaxşı mənada istifadə edə bilir və rəngləri də çox vaxt özü seçir. Onun həmçinin çoxlu yuxu kabusları olduğu üçün qərara gəlir ki, bu kabuslardan qaçmaq əvəzinə onları mahnıya çevirsin. Bir Yefred mahnısı elə onun gecə kabusuna çevrilən və yastığının altında gördüyü canavarla əlaqəlidir. O kabusunu mahnıya çevirərək ondan qaçmaq əvəzinə onunla bir növ dostlaşmağı seçir. Onun The Office serialı fanatı olması mahnılarına da təsir edib. Belə ki, My Strange Addiction mahnısında bu serialdan səs nümunələri, samplelar götürərək mahnısında da istifadə edib. Billie öz mahnılarının səs yazmasını çox vaxt qardaşının ev studiyasında aparır və o bahalı studiya əvəzinə daha səmimi və daha yaradıcı bir atmosfer seçir. Təsadüfi deyil ki, səmimi sözləri, səmimi geyimi və həmçinin biz onu ötən həftələrdə həmçinin siyasi çıxışları ilə də seçildiyini gördük. Belə ki, Billie Eilish təkcə mahnı yaradıcılığı və artist fəaliyyəti ilə yox, həmçinin gender bərabərliyi, ətraf mühitin qorunması, heyvan haqları aktivisti olaraq da görürük. Onun mahnıları və tərzi haqqında əslində çox şey danışmaq mümkündür. Lakin bunu bir videoya sığdırmaq mümkün olmayacaq. Mənim isə sizdən xahişim Billie Eilish'in oxuduğu ən sevdiyiniz və favori olan mahnının adını kommentdə qeyd etməyinizdir. Komment bölümündə növbəti videosunu və analizini görmək istədiyiniz sənətçinin adını da qeyd edə bilərsiniz. Qulaq ardından izlədiyiniz üçün təşəkkürlər.